Deməli, belə hal-hazırda mən mobil telefonla istifadə edirəm. Hər şey çox sadədir. Baxaq. İnternetin Wi-Fi açıqdır. Yazıram. Araz bəy, çatdı mı? 2 nöqtə düşdü. İndi bizim Dövlət Təhlükəsizlik Xidmətinin qaynar xəttini yazaq. Hamısını bir quş düşün. Məni atıblar bloka. Təbii ki, bu tapşırıqla baş vermiş bir hadisədir. Baxın, yazaq. Salam. Çatmadı. Çatmayacaq da. Xüsusi xidmət orqanı əməkdaşı öz Vahabi bir əməkdaş var. Dövlət Təhlükəsizlik Xidmətində əfsuslar olsun ki, həmən bu Vahabi mənə öz aldığı rüşvəti gizlətmək üçün belə bir çirkin yenidən oyunlar qurub və mənə hələ də bloka atır. Allah cəmi Vahabilərin bəlasını versin inşallah. Əfsuslar olsun ki, bu İslamofobiyadan əziyyət çəkən şizofrenlər gəlib artıq DTX-yə qədər çıxıblar. Orada oturub bir dənə şizofren, radikal, İslamofobiyadan əziyyət çəkən bir şəxs oturub rüşvət alsın deyə və belə bir çirkin oyunlarla, oyunbazlıqlarla məşğuldur. Allah cəmi Vahabilərin bəlasını versin. Bu son dövrlərin ən böyük xəstəliyidir. Bu İslamofobiya, bu Vahabilik. Bu təbii ki, bu Vahabilərə xas olan bir xüsusiyyətdir. Rüşvət almaq, din altında çirkin əməl eləmək. Bir daha vurğulayıram, əfsuslar olsun ki, bu Vahabilik artıq bizim dövlət orqanlarına qədər gedib çıxıb.